Son zamanlar payız mövsümü başlayandan öskürək şikayətlərimiz artmışdır. Daha çox valideynlər telefon əlaqəsi saxlayaraq uşaq öskürür, mən nə dərmanı verə bilərəm deyə soruşurlar. Hətta bizdən soruşana qədər özləri aptekə müraciət edib aptekdən müxtəlif cür öskürək dərmanları verirlər. Lakin bu öskürək keçmir. Əziz valideynlər, öskürək bir simptomdur, yəni bir əlamətdir. Hər hansı bir xəstəlik fonunda, hər hansı bir səbəbdən ortaya çıxır. Hər öskürən uşağa öskürək dərmanı vermək olmaz. Öskürək dərmanı dediyimiz dərmanlar isə müxtəlif tərkiblərdə olur. Hərəsinin öz göstərişi olur ki, bu həkim müayinəsindən sonra təyin oluna bilər. Öskürək var, bu bronxit səbəbindən olur, öskürək var, sinuzit səbəbindən olur, öskürək var, uşaqda nazal axıntı olur, burun əti olur, ondan dolayı yaranan bir axıntı olur. Yəni müxtəlif səbəblərdən öskürək olur. Ona görə hər öskürən uşağa öskürək dərmanı təyin olunmaz. Həkim müayinə etməlidir. Müayinənin nəticəsində artıq ona uyğun diaqnoz qoyulub, müalicə başlanmalıdır. Çox zaman bu gələn öskürəklər burun axıntısı səbəbi ilə, sinuzitlər səbəbi ilə olan öskürəklərdir. Ona görə orada verdiyiniz öskürək dərmanlarının heç bir faydası olmayacaqdır. Çox yaxşı olar ki, dərman başlamadan ilk olaraq həkimə müraciət edəsiniz. Səbəbə görə müalicə təyin olunsun ki, öskürəyiniz də keçsin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.